Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz FilePath mövzusudur. FilePath fayl yolu, sənəd yolu deməkdir tərcümədə. FilePath bizim web brauzerdə müraciət eləyəcəyimiz faylın yolunu göstərir, göstərmək üçün istifadə olunur. Yəni biz hansı sənədə müraciət eləyirik, hansı formada müraciət eləməliyik, bu mövzunu əhatə eləyir bizim FilePath mövzusu. Deməli, navbar folderımızı açırıq. Bunun daxilində bu hissəyə cmd yazıb Enter-i basdıqda bizim belə bir cmd pəncərəmiz açılır. Bura kod yazıb, boşluq qoyub, nöqtə qoyub Enter-i basdıqda biz həmin folderi Visual Studio Code'da açmış oluruq. Background dərsində yadınıza gəlirsə, bu hissədə background JPG-ə müraciət elədiyimiz vaxtı URL daxilində bu hissəni yazdıqda, qoşa nöqtə slash işarəsini yazdıqda bunun necə istifadə qaydası necədir? Bu qoşa nöqtə slash nədir? Bu mövzuda danışacağımı mən orada bildirmişdim. İlk növbədə belə bir şəklimiz var. Bu şəklin üstündə mən izah eləməyə çalışacağam. Deməli, bizim bir dənə folderımız var. Həmin folderın daxilində bir dənə index.html belə deyək, faylımız var, CSS folderımız var, həmçinin image folderımız var. Biz əgər style CSS daxilində bir iş görürüksə, burada bir iş görürüksə, deyək ki, background şəkli istifadə eləyəcəyik və bu şəklə müraciət eləmək lazımdır. Biz style CSS-in daxilində iş gördüyümüz halda gəlib bu şəklə müraciət eləməliyik. Bu necə baş verir? Əgər biz style CSS faylında iş görürüksə, deməli, bizim iş gördüyümüz qovluq CSS qovluğudur. Biz bu qovluqdan bura müraciət eləmək üçün ilk növbədə proyektin özünə gəlməliyik. Yəni, bunun bir üst qovluğuna, bunun bilavasitə ana qovluğuna müraciət eləməliyik. Bu müraciət forması qoşa nöqtə slash ilə baş verir. Biz qoşa nöqtə slash yazdıqda artıq bu qovluğun içində olduğumuzu göstərmiş oluruq. Yəni, hal-hazırda hansı qovluğun içində isə, hansı qovluğun içində iş görürüksə, onun bir üst qovluğuna müraciət eləmişik. Biz artıq project qovluğunun daxilindəyik. Project qovluğunun daxilində artıq istənilən, belə deyək, qovluğa müraciət eləyə bilirik. Qovluğa və yaxud fayla müraciət eləyə bilirik. Avtomatik olaraq bizim qarşımıza burada 1, 2, 3 dənə element çıxacaq. Ya index.html-ə müraciət eləyə biləcəyik, ya CSS-ə, ya image-ə. Bizə lazım olan image olduğu üçün bu hissəyə image-i yazırıq. Daha sonra slash işarəsi qoyuruq və bu image qovluğunun daxilindəki hansı şəklə müraciət eləmək istəyiriksə, onu da bu hissədə yazırıq. Baxın, qovluğumuzda bu, məsələn, style CSS-də qeyd olunub eyni formada. Gördüyünüz kimi, qoşa nöqtə qoyulub CSS qovluğundan bir üst qovluğa müraciət olunub. Bunun daxilindəki elementlər burada görsənir. Məsələn, baxın, buranı silib daha ətraflı görə bilərik. Qoşa nöqtə qoyuruq, slash işarəsini qoyuruq. Artıq biz navbar qovluğuna müraciət elədiyimiz üçün onun alt elementlərini burada bizə göstərir. CSS qovluğu var, image qovluğu var və index.html faylı burada var. Biz burada müraciət eləməliyik image-ə, çünki image-in daxilindəki şəkil bizə lazımdır. Image-ə müraciət eləyirik, yenidən slash işarəsi və image-in daxilindəki elementləri biz burada görürük. Bizə məsələn background JPG lazımdırsa onu burada qeyd eləyirik. Biz artıq bu şəklə müraciət etmiş olduq. Bu öz yerində. Bəs burada başqa bir məqam da var. İndi ona da baxaq. Bəs yaxşı, nöqtə slash nədir? Nöqtə slash odur ki, məsələn biz HTML faylında deyək ki, müəyyən bir dəyişiklik eləyəcəyik HTML faylında. HTML faylında biz baxırıq ki, bu fayl hansı folderın daxilindədir? Project folderının daxilindədir. Demək, artıq biz project qovluğunun içindəyik.
Project qovluğunun içində başqa bir qovluğa, onun alt qovluğuna müraciət eləmək istəyiriksə, bizim artıq qoşa nöqtə slash işarəsi qoymamıza ehtiyacımız yoxdur. Biz nöqtə slash qoyub bunun daxilindəki elementləri burada görürük. Index.html-i görürük, CSS-i görürük, image-i görürük və bizə lazım olan şəkil image qovluğunda olduğu üçün bura onu köçürdürük. Slash işarəsi qoyub həmin bu şəklin adını da burada qeyd edirik. Buna oxşar bir şey də index.html-də yazılıb. Məsələn, görürsünüz, burada 2 dənə link istifadə olunub. Bunlardan biri Font Awesome-un linkidir ki, bu lokal da mövcud deyil. Ona görə biz burada bunları istifadə eləmirik. Bu nöqtə slash işarəsi, qoşa nöqtə slash işarəsi sadəcə bizim lokalımızda işləyir. Yəni, daxili folderlara müraciət üçün biz bunu istifadə edirik. Baxın, buranı silib təzədən yazsaq, daha ətraflı görəcəksiniz. Biz index.html-in daxilindəyik. Deməli, bilavasitə navbar qovluğundayıq. Ona görə də nöqtə slash qoyduğuda bizə burada navbarın daxilində olan elementləri bizə göstərir. CSS qovluğu, image qovluğu və index.html. Bizə lazım olan image deyil, CSS-in daxilindəki style CSS-i görmək istəyirik. Ona müraciət eləmək istəyirik ki, bizim CSS-də yazdığımız kodlar bura tətbiq olunsun. Ona görə bura CSS yazırıq, daha sonra style CSS-i burada seçirik. Bu da bu cür yazılışdır. Məsələn, gəlin bu div 2-yə, hətta div 2-nin altına bir şəkil əlavə eləyək. Normal image tagindən istifadə ediriksə, burada da source atributunun daxilinə biz bunu yaza bilirik. Deməli, yenə də index.html faylının daxilində olduğumuz üçün biz qoşa nöqtə slash qoymuruq. Qoşa nöqtə slash qoyduğumuz halda biz navbardan da çölə çıxırıq. Biz artıq deskopu biz burada görmüş oluruq. Deskop daxilindəki elementləri bu bizə göstərir. Bizə isə lazımdır navbarın daxilindəki elementlər. Ona görə navbarın daxilində olduğumuz üçün nöqtə slash qoya bilərik və yaxud ümumiyyətlə nöqtə istifadə etməsək belə bizə lazım olan qovluğun adını burada yazsaq və orada olan hansı şəkli istəyiriksə ona müraciət etsək, gördüyünüz kimi həqiqətən də şəkil bizdə burada ikinci divimizin altında qeyd olundu. File path mövzusu bura qədər idi. Biz istədiyimiz fayllara bu cür müraciət eləyə bilərik. Bir dənə də məsələ var, onu da deyim. Məsələn, burada bir dənə də əlavə deyək ki, folder var, folder daxilində folderdırsa, o zaman biz bunu artıracağıq. Qoşa nöqtə slash qoyacağıq, bir dənə də qoşa nöqtə slash qoyacağıq. Deməli, buradan bura çıxacağıq, buradan da bura çıxıb, bura müraciət etmiş olacaq. Bugünkü mövzumuz da bu qədər. Gələn dərslərdə görüşənədək sağ olun, özünüzdən müğayət olun.